Malayziyanın Kuala Lumpur şəhərində keçirilən DSA 2026 19-cu Asiya Müdafiə Xidmətləri sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Görüşlərdə müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi, silah və hərbi texnika istehsalı müzakirə edilib. Qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi, müxtəlif tərəflərlə mövcud əməkdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsi vurğulanıb. Azərbaycan pavilyonu çox cəlbedicidir. Bu pavilyonda çoxlu yeni texnologiyalar sərgilənir. Xüsusilə də müxtəlif silah hissələri diqqətimi çəkdi. Məsələn, bu silah çox sabit komponentlərə, texnologiyalara və həllərə malikdir. Özellikle son birkaç yıldır gerek Riyad olsun, gerek Kafkasya'daki ve şimdi Malezya'daki fuarda Azer silahın bu kadar büyük standını görmek bizleri de ayrıca gururlandırıyor. Bu aslında hem Türk savunma sanayi hem de Azer savunma sanayinin, Azerbaycan savunma sanayinin ne kadar ileri gittiğini gösteriyor.